Göygöl rayonunda yerləşən Topal Həsənli kənd Elzan Bayramov adına tam orta ümumi təhsil məktəbi binasının yenidən tikintisi aparılır. 1936-cı ildə inşa etdirilən məktəb 2004-cü ildə yenidən əsaslı təmir olunub. 264 şagird yerli olan məktəbin ərazisi 1 hektara yaxındır. 3 korpusdan ibarət olacaq məktəb binasının ərazisində işlərin bir qismi artıq başı çatıb. Demək olar ki, hasarımızın yarıdan çox hissəsi çəkilmişdir. Sıvağı vurulmaq üzrədir. Ön hissənin hasarı metal məhəccərlərlə olacaqdır. Yəni, onun da bir növrəsinin təməlini qazıb hazırlayırıq. İnşallah ki, bir 10 günə, 15 günə də, yəni yeni ilə qədər o hasarımızı da çəkib təhvil verəcəyik. Müsahibimizin sözlərinə görə ərazidə interyer və fasad suvaq işləri başı çatıb. Binanın daxilində rəngsaz işləri, tavan və döşəmənin salınması işləri aparılır. Sanitar qovşaqlarının kafelləri vurulub, metlaqları da vurulma ərəfəsindədir. Məktəbimizdə əlillər üçün, əlil şagirdlər üçün nəzərdə tutulmuş pandusumuz yaradılıbdır. İnşallah döşəmə betonu vurulacaqdır. Üstündə ağlay piltə ilə bağlanacaq. Demək olar ki, kompüterləşmə sistemi ilə hamısı təsis olunacaqdır. Kitabxana, elektron kitabxana olacaqdır. Kimya, biologiya otaqları su ilə, elektrik ilə təsis olunacaqdır. Laboratoriya otaqları təsis olunacaq su ilə, su kanalizasiya ilə. Yəni, yeni dövrə aid nə lazımsa onunla təmin olunacaqdır. Elm və Təhsil Nazirliyinin sifarişi ilə tikinti işləri Rövşən Oğuz Mühəndislik MMC tərəfindən aparılır. İşçi heyəti 55 nəfərə yaxındır.